3 və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqi təklif edilib. Bu barədə deməli, Milli Məclisin Komitə sədri Hicran Hüseynova bildirib ki, çoxuşaqlı ailələrə müvafiq sosial dəstək proqramları həyata keçirilir və bu istiqamətdə əlavə addımların atılmasına ehtiyac var. Beynəlxalq təcrübəni öyrənməklə 3 və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiq olunmasına təklif edirik. Komitə sədri həmçinin vurğulayıb ki, mövcud qanunvericiliyə görə Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən ölkədə həm uşaq bağçalarında, həm də təhsil müəssisələrində tibbi xidmət təşkil olunmalıdır. Uşaqlara, eləcə də müəllim və texniki heyətə ilkin yardım göstərmək üçün həmin tibb məntəqələri məsuliyyət daşıyır. Bəzən uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur, ancaq əfsuslar olsun ki, bir çox uşaq bağçalarında və məktəblərdə tibb işçiləri yoxdur. Bu, psixoloji xidmətin təşkilinə də aiddir. Psixoloji dəstəyə ehtiyacın müəyyən edilməsi bir sıra ağır nəticələrin qarşısını vaxtında alır.